Kilogramı 78 manat olan bu trend ləzzətin nə dadığı mənə çox maraqlı gəlirdi. Qurudulmuş dondurma və meyvə qurularını yoxlayıram. Gəlin mənimlə birlikdə baxaq. Başlayıram bundan. Təbaşirə oxşuyur. Ağızda dağılır, krem kimi və plombir dadır. Dadı həqiqətən də qəşəngdir. Buna da baxım. Bu da xoşməcə dadır. Manqolu kimi dadır. Kivi. Xırçıltılıdır, yəni xoşməzədir. Beləsi də var. Bu şokoladlıdır. Bu da belə əncir qurusu var. Pis deyil. Bunu daha çox bəyəndim çünki çələli saqqızdadır. Çələk. Çələkdə sanki biraz bət versiyası. Bu nədir bilmirəm. Meyvəyə doşur dondurmaya da. Ama dişlərinizdən ehtiyatlı olun. Heyvaya armut falan bir şeydi. Banan qurusu. Belə hər birinin dadına biraz baxdım və səmimi fikirlərimi sizinlə də bölüşdüm. Mən əslində qurudulmuş dondurmanın meyvə qurularına nisbətən dadını daha çox bəyəndim. Və bu qədərdən mən ümumilikdə 8 manat ödəmişdim. Fərqli növlərindən alınmışdı. Əslində mənə görə qiyməti biraz bahadır, amma alıb dadına baxmaq üçün, yoxlamaq üçün məncə dəyərdir. Siz də alıb dadına baxın deyirəm. Növbəti trend ləzzətlərdə görüşmək üzrə.